Salam aleykum. 23 fevral 1 mart həftəlik yaxın əyləşin. Bilirsiniz, Merkur retrosu başlayacaq yaxın zamanda və martın 20-sinə qədər davam edəcək. Bu həftə qoçlarla başlayırıq. Həftəyə sizlər özünüzü göstərmək istəyəcəyiniz həm işdə, həm evlilikdə, həm münasibətlərdə artıq sözünüzü demək istəyəcəyiniz həftədəsiz. Sağlamlığınıza, qidanıza fikir verin. Merkur retrosu başlayır və siz bu, ayın 25-dən 26-dan etibarən hər şeyi düzgün analiz edib, düzgün qərarlar verməlisiniz. Əvvəla güvənmədiyiniz insanlarla pul alış-verişində və iş qurduğunuz zaman diqqətli olun. Hər nə istəsəz, yəni eşitsəz də, nə düşünsəniz də bu dövrlərdə qeyd edin özünüz üçün yeni fikirlərinizi də, yeni ideyalarınızı da və yaxud da pul alış-verişlərinizi yadınızdan çıxmamaq üçün. Mars-Uran arasında bir sərt əlaqə var bu həftə həmçinin. Sizə deyir ki, siz qoçlar sosial ətrafınızda biraz güvənməməlisiniz. İş gördüyünüz insanlardan xüsusən pul alış-verişlərində, pul transferində, yəni əlinizə gəlib çatmamış dəqiq qərarlar verməyin. Deməli, xəyallarınız, belə deyim də, maddi olaraq ola bilər ki, biraz ləngisin. Ona görə də xahiş edirəm, konkret olun, ani olun. Ani qərarlar verməyin, konkret olun və tələsməyin. Dost və yaxın çevrə ilə bağlı biraz bəli, güvən problemi yaşayacaqsınız. Onlayn pul transferlərində, alış-verişdə, bu kimi məsələlərdə hər kəsə güvənməyin, çünki aldadıla bilərsiniz. Arzu və istəklərinizi, planlarınızı bir də məsləhətim odur ki, heç kəslə paylaşıb bölüşməyin. Qoyun həyata keçin, sonra deyin. Bu həftə 1-ci və 3-5-ci günlərdə işlə bağlı gözəl təkliflər və gözəl işlərin alınması prosesi ola bilər. Amma sakit, tələsmədən, tədbirli, strategiyalı işləri qurun. Nə demişik? Bu il strategiyalı və səbirli qoçların ilidir. Və buğalarla davam edirik. Buğalar ən önəmli söhbət bu həftə pul mövzuları və pulun xərclənməsi, pul gəlməsi, bu kimi söhbətlər olacaq. Bir də ki, ikinci məsələ çox önəmli güvən söhbətləridir. Bəli, yaxın ətrafınızda dostlar, yaxınlar, sosial ətrafınız biraz həm dəyişir, həm də ki, yeni insanlar gələ bilər və bəziləri isə sizi xəyal qırıqlığına uğrada bilər. Yəni ki, xəyallarınızı suya sala bilərlər. Güvəndiyiniz insanların bir anda sizə necə xəyanət elədiyini, yəni belə böyük mənada yox, amma bəli, verdiyi sözlərin üstündə durmamaq və yaxud da ki, bir sözünüzü başqa yerlərə çatdırmaq kimi mövzular ola bilər. Duyğusallaşacaqsınız. Niyə bu mənə qarşı belə olur? Axı mən heç kəsə belə bir hisslərlə yaxınlaşmıram və belə bir xəyanət etmirəm deyəcəksiniz, amma unutmayın, bu belə deyim də, hər kəsə güvənmək lazım deyil. Karyerada sərt qərarlar verə bilərsiniz, onu da məsləhət bilmirəm, duyğusallıqdan önəmli dolayı ola bilər. Merkur retrosu zamanı ümumiyyətlə biləsiniz ki, ani qərarlar məsləhət deyil. İş yerindən çıxmaq istəmirəm, dava etmək, söz-söhbət eləyə bilərsiniz, çalışın rəhbərliklə və yaxud da valideynlərlə. Yəni, vəzifəcə sizdən yuxarı olan insanlarla ağız savaşına bu həftə girməyəsiniz. Bu həftə o həftə deyil. Sakit qalın bu həftə. Sakit, tədbirli, təmkinli olun. İnanın ki, bunda uğurlar onda sizlə olar. Çünki bu həftəni rahat keçirsəz daha məsləhətdir. Və əkizlər. Bu həftə çox duyğusal, çox melanxolik, çox özünüzə qapanıq və durğun həftə olacaq sizin üçün. Hətta belə başlayırsınız. Karyera eviniz biraz çalxalanır, yəni. Bəli, bu retro sizə çünki həmin o karyera evinizdən təsir edir. Evdən çıxmaq istəməyəcəksiniz. Bu aralar biraz sizə elə gələcək ki, hətta sizi bir çox yerdə anlamırlar. Ən çox unutqanlıq, yaddaş problemləri və yaddan çıxmaq, biraz məsuliyyətsizlik ola bilər bu həftə. Xahiş edirəm, diqqətli olun. Mars-Uran arasındakı sərt əlaqə sizin təhsillə bağlı verəcəyiniz və yaxud da hüquqi məhkəmə, sənəd söhbətləriniz varsa, biraz fərqli qərarlar da verə bilərsiniz və yaxud da fərqli qərarlar eşidə də bilərsiniz. Ona görə də sakit qalmaq, təmkinli qalmaq hər bir yerdə, hər bir halda sizə üstünlük verəcək. Və xərçənglərlə davam edirik. Biraz aqressiv də biraz aqressivsiniz bu həftə. Biraz sakitləşmək lazımdır. Xərçəngin böyük bir problemi nədir? Evdə daima söz-söhbətə meyilli olur, amma çöldə, sosial çevrədə daha mehriban olur. Bu isə əksinə olmalıdır əslində. Dediqodulu həftədir. Haqqınızda çoxlu dedikodu da işlə bilərsiniz və bu dedikodu sizi bir balaca sıxa da bilər. Retro sizə belə biraz ehtiyatlı olun əşyalarınıza qarşı. Səfər səyahətlər ola bilər, xırda səyahətlər ola bilər, yolculuq ola bilər. Bu proseslərdə bəzi əşyalarınızı itmək və uğurlamaq kimi problemi ola bilər. Biraz ayaqsaq və biraz gözü açıq olun. Təhsillə bağlı.
Hüquqi sənəd məhkəmə söhbətləriniz varsa, bu aralar nəyisə yaddan çıxmasın deyə həqiqətən tələsik qərar verməyin və aqressivliyiniz sizə ziyan verə bilər. Bunun qarşısını alın. Məsuliyyətli olmalısınız bu həftə. Çünki yoxsa zərərlərini yaşayarsınız. Və bir də ki, dostlarla və ya da bəzi çevrələrə daxil olarkən, belə deyim, lazımsız pul xərclənmələri eləyə bilərsiniz. Sonradan əslində özünüz də peşman olacaqsınız. Ona görə də xahiş edirəm, pulda, alışda, satışda, bu kimi şeylərdə yəni daha qənaətcil olmağa çalışın. Aslanlarla davam edirik. Şirlər, aslanlar yaxın əyləşin. Bu həftəyə biraz hamı ilə pul qırğınları ilə başlayacaqsınız. Niyə? Çünki pulunuzun qədrini bilməyib. Daha sonra da hamıdan pul gözləmək biraz yanlışlıq ola bilər. Kredit, pul, borclar, yəni kredit götürmək istəyə bilərsiniz. Əgər ağılsız xərcləyəcəksiniz, heç onu götürməyin. Amma pul gəldiyi zaman problemli xərcləməsəniz daha yaxşıdır. Ödəmələrinizə fikir verin. Gözləmədiyiniz pul xərcləri çıxa bilər və bu sizə xoş olmaz. Həyat yoldaşı və sevgilinizlə isə bir yerdə işləyirsinizsə və yaxud da iş dəxli yoxdur, işlə bağlı qırğınlar ola bilər, bir anlaşılmazlıqlar ola bilər, arada qala bilərsiniz. Xahiş edirəm, özünüzlə bağlı olmayan heç bir məsələlərə müdaxilə eləməyin. Hər şeyə ani qərarını verib peşman olmaqdansa oturub analiz edib və səbrlə qərar vermək daha yaxşıdır. Duaları bol-bol edin. Bu həftə ritual dua edin, manifest edin. Bu həftə həqiqətən də bilinçaltınız dərinliyini hiss edin. Yəni buna sizin ehtiyacınız var. Dəstəyiniz bu həftə yalnız Allahdandır. Təşəkkür edirəm sizə. Bir də qızlardan davam edəcəyik. Həftəyə ani yolculuq, zəng, mesaj, bunlara hazır olun. Retro sizin evliliyi evinizə, münasibətlər evinizə təsir edəcək. Çalışın bu həftədə hər şeyə çox sözbazlıq etməyin. Sevdiyiniz insanla, həyat yoldaşları dəxli yoxdur. Sözbaz olmayın ki, ayrı qalmayasınız. Çünki xırda yalanlar eşidəcəksiniz. Yəni bunu yola vermək olar. Bu həftə sağlamlıqla bağlı çox diqqətli olmalıdır qız bürcləri. Ürək, qan damar sistemində, fikirdən, sözdən, söhbətdən bir narahatlıq yaşayırsa, ciddi narahatlıq ola bilər. Belə bir problem yaşasanız, qulaq ardına vurmayın, təcili həkimə müraciət edin. Amma iş yerində də yalan və xəyanətlərlə rastlaşacaqsınız, bunu da deyim. Ona görə də fikrinizi belə xırda şeylərə yönəltməyin. Sakit qalın ki, bu həftə unutmayın ki, Uliyə nə demişdi? Sağlamlıqla bağlı səbirli olmaq lazımdır. Özünüzü pis hiss etdiyiniz vaxtda mütləq havada gəzin, oksigenlə zəngin gözəl yerlərdə, yəni ağac, meşəlik olan yerlərdə gəzin. Çünki buna ehtiyacınız var. Hələlik ürək işarəsinə toxunmağı, dəstək olmağı unutmayın. Dediyim hər bir şeyin xeyirlisini yaşamağı hər birinizin nəsib olsun. Təşəkkür edirəm.